Gəncə Lokomotivlər Təmir Deposu 2022-ci ilin yanvar ayından fəaliyyət göstərir. Lokomotivlər müasir istehsal olduğu üçün onların qulluğu da müasir tipli İKT avadanlıqlarından istifadə olunaraq diaqnostikası, monitorinqi və izlənməsi baxılır, yoxlanılır. Kilometraja uyğun olaraq təmir növləri təyin olunur. Hər 37 gündən bir lokomotivlərimiz təmirə daxil olurlar və bu səbəbdən də yük daşımanın təhlükəsizliyi təmin olunmuş olur. Rahat mənzil başına çatır yüklərimiz. Gəncə Lokomotivlər Təmir Deposunda eyni zamanda təkər yonma sexi də fəaliyyət göstərir. Bundan əlavə depomuzda günəş panelləri quraşdırılmışdır.